Azərbaycanda bəzi vətəndaşlar pensiya yaşına az qalmış bu və ya digər səbəblərdən işsiz qalırlar. Xüsusilə 50-60 yaşlı şəxslər növbəti mərhələdə yeni məşğuliyyət tapmaqda çətinlik çəkdiklərini, nəticədə pensiya hüququndan məhrum olduqlarını vurğulayırlar. Deyək ki, tələb edilən 25 illik staj və ya sosial sığorta ödəyişləri tamamlanmır. Belə hallarla qarşılaşan vətəndaşlar haqqında xüsusi təkliflər olmalıdırmı? Global Info ASA danışan sosioloq Elçin Bayramlı bildirib ki, son zamanlar bu problem daha da aktuallaşır. Xüsusən özəl şirkətlər, müəssisələr müxtəlif və əsassız bəhanələrlə yaşlıları işdən uzaqlaşdırmağa çalışırlar. Nəticədə pensiya yaşına bir neçə il qalmış həmin şəxslər gənc kadrlarla əvəzlənir. Yaşlı adam isə başqa heç yerdə iş tapa bilmir. Qan saytlarında yerləşdirilən vakansiyalara baxmaq kifayətdir ki, bu prosesin nə yerdə olduğunu anlayaq. Belə ki, maksimum 35-40 yaşa qədər işçilər tələb edilir. Bu baxımdan onların hüquqları ciddi şəkildə pozulur. Şəxs 30-35 il işləyir, pensiya yaşına bir az qalmış gəlirini itirir və sığorta haqqı iş stajı tamamlanmır. Artıq o normal deyil, yaşa görə pensiya ala bilir. Bunun qarşısını almaq üçün bir çox ölkələrdə konkret tələblər qoyulur. Məsələn, bəzilərində pensiya yaşına 3-5 il qalmış işlərin vəzifəsindən azad olunması qadağandır. Fikrimcə, Azərbaycanda da belə yanaşma olmalıdır. Sosioloq deyib ki, bu istər fiziki, istərsə də hüquqi şəxslərin işçilərinə şamil edilməlidir. Dövlət şirkətlərində bu məsələlərə bir qədər fikir verilir. Əmək hüquqları əsasən özəl müəssisələrdə pozulur. Qanunda qəti tələb qoyulmalıdır. Əmək hüquqları əsasən özəl müəssisələrdə pozulur. Qanunda qəti tələb qoyulmalıdır. Çox ciddi əsaslar olmasa, vətəndaş cinayət törətməsə, müəssisəyə qəsdən ağır zərər vurmasa, pensiya yaşına minimum 3 yaxud 5 il qalmış onların işdən çıxarılması qadağan edilməlidir. Başqa yolu yoxdur. Çünki kapitalizm dövrü vicdansızdır. Şirkətlər daha çox istismar edə biləcəyi mümkün qədər enerjili subay gənclər axtarırlar. Beləliklə, yaşlı nəsil ixtisara salınır.